Şeytan sözü şatın kökündendir. Şahit ya da şatın yere girdi, ümitsiz oldu. Bakın sizi kim ümitsizliğe sürüklüyse bilin ki şeytandır. Ümitsizlik. Cesaretini kim kırırsa şeytandır. Sene cesaretini kırır, sevinç bacarmazsan. Senlik değil bu, eyleme bunu. Bakın kim insanları harama sürüklüyorsa, bir defa içmeyle bir şey olmaz, gel içeyi. Narkotik nedir ki bir defa iğne de vur, ne olacak bir defayla? Bak bir defayla başlayır da her şey, bakın. Kim sizi narkotike, şeytanlığa, zinaya, içkiye, kumara, yalana, iftiraya, böhtana, sosyal medyada insanların ailesini, özünü rezil etmeye sürüklüyorsa, bunu yayırsa, pis sözler danışırsa, pisliği çoğaldırsa, senin ümidini kırırsa, sana cesaret vermirse şeytandır. Ne edeceğiz? Sınır koyacağız. Tanıyacağız, mesafe koyacağız. Sizin enerjinizi alan insanlardan uzak durun. Onlara vaxt, zaman, kaynak ayırmayın. Allah her şeyi koyup, yolunu da gösterip. Problem bizdedir. Yani problem Kur'an'da değil, Allah'ta da değil. Vallahi belədir. Benim imkanım olsaydı Kur'an'ı söz insanlara bu cür izah ederdim yani. Benim bir imkanım var, öz şəxsi telefonumla çəkirəm, onunla gösteririm. 10 dəqiqəli bir şey çəkib gösteririm. Ama fikir verin, bizim sosyal medyada, televizyon, radyo bu kadar imkanlar neye sərf olunur? Ben deyirəm ki, ey insanlar, ey elinde bu imkan olan insanlar, siz Allah'a necə hesab vereceksiniz? Sizin elinizde bu kadar 24 saat işleyen bir aparat var, bir imkan var. Adama deyirəm ki, mənə imkan ver, nizamını gəlim yarım saat, pul da istəmirəm, qanalar da istəmirəm, tanıdım. Yok deyir. Mənə saç olmaq lazımdır deyir. Mənə adamları evləndirmək, boşanmaq, ailələrin içərisində olan didişmələri, boğuşmaları gətirib millətə göstərib, onun vaxtını, iradəsini, ağlını çalmaqdır deyir mənim işim deyir. Məgər bu sevinç xanım şeytanlıq deyil. Allah hamımıza ağlımızın, vicdanımızın, iradəmizin haqqını verməyi nəsib edesin. Bizə də imkan versin ki mən bəziləri deyirlər ki, həyatda Allah varsa niyə şər var, kötülük var. Ona ayrıca bir veriliş çəkərik əgər istəsəniz. Amma burada mən bir şey söyləyirəm. Həyatda şər var, pislik var, zulüm var, niyə var, səbəbi nədir, Allah niyə izin verir? Bu suallar bir başqa şey. Mənim verdiyim cavab kimisə qane edə bilər, etməyə bilər. Ona da cavab vermirəm. Amma bir şey deyirəm. Həyatda şər, zulüm, haqsızlıq niyə var? Bunlardan əlavəs daha önəmli bir şey var. Nedir? Bunların cevabını bilmekten daha önemli bir şey. Nedir o? Sen kimin tarafındasın? Şer'i temsil edirsən yoksa xeyri? İnsanların özüne vereceği en önemli sual budur. Ben kimin safındayım? Bir misalla da sözlerimi bitireyim istersiniz. Meşe yanırmış Sevinç Hanım. Bütün meşenin qaymağını yiyen, her şeyini yiyen, ağası olan, idaresi olan, yiyesi olan bütün hayvanlar kaçırmış. Qarışqa su daşıyırmış yanan meşəni söndürməyə. Herkes buna el çalıb gülürmüş. Ay qarışqa, sənin deyir daşıdığın damcı ilə bu meşə sönərmi? Qarışqa onlara deyib ki, o aslanlara, o şirlərə, o tülkülərə, mən bilirəm ki, mənim daşıdığım damcı ilə meşənin yanğını sönməyəcək. Amma mən istəyirəm ki, Allah bilsin ki, mənim tərəfim hansıdır. Mən meşəni söndürənlərin tərəfindəyim. Ne güzel. Mən xeyrin tərəfindəyim. Şəri rədd edirəm. Allah da belə buyurur. Əmri bil maruf, nəhi ənil münker. Ey insan, xeyri çoxald, şərə qarşı dur. Amin. Xeyri çoxaldanlara, şərə qarşı duranlara salam olsun. Çok teşekkür ederim Siracettin Bey. Bu 2 saate yakın gelişimiz uzandı ama necə keçdi vaxt həqiqətən bilmədim. Allah dilinize qüvvət versin, ürəyinizə güc versin. Çok sağ olun. Burada bir şey diyeyim ki, bəzən insanlar deyir ki, müəllim deyirsiniz ki, xeyri çoxalda. Yəni ne edim deyir, mənim əlimdən nə gəlir? Bu cür verilişləri paylaşın. Bəli. Gözəl rəylər yazın. Nə qədər baxın, xeyri Allah Resulü buyurur ki, bir xeyri paylaşmaq o xeyri işləyən adam kimidir. Baxın, nə gözəl. Bizi bəyənin, videomuzda Beğensinler, paylaşsınlar, güzel rəylər yazsınlar, tövsiyə etsinlər, sayları çoxaltsınlar. Baxın, xeyri çoxaltmaq budur. Ne edim? Ya bu cür güzel verişleri paylaş, rəy yaz, çoxalt. Adamları cəlb elə, deyinən ki, belə gözəl bir kanal var, ona üzv ol.
Bax xeyri çoxaltmaq budur da. Yəni xeyri hamı müəllim olsun demirəm ki, hamı həkim olsun demirəm ki. Ya mənim də əlimdən bu gəlir. Nə edəcəm? Bir tıkla bir like qoyub bunu paylaşacağam, bir şey yazacağam da bunun altına. Ve bir Allah de biraz bizi aktif tutacağıq o vicdanımızı. Bəli, Bak, o da çok diri güzel. vicdan, Diri tutacağıq diri vicdanımızı. iradə, diri Bəli. ağıl, diri toplum. Diri toplum xeyirləri paylaşan toplumdur. Teşekkür ederim bir daha Siracettin müəllim. Videomuzu bəyənməyi, paylaşmağı və kanalımıza abunə olmağı da unutmayın değerli izləyicilərimiz. Hələlik yeni videolarımızda görüşərik. Sağ olun.